Salam, mən Nəcəfli Aysimam. Bu günlərim sizə AI ilə yazılan zərərli kodun aşkarlanması mövzusu haqqında hazırladığım təqdimatı təqdim edəcəyəm. Belə başlayayım ki, son illərdə süni intellekt texnologiyaları çox sürətlə inkişaf edib. Yəni bunlara misal üçün ChatGPT-dir, Gemini-dir, Claude-dir və digər böyük dil modelləri proqramlaşdırma sahəsində insanların xeyli işinə yarayır. Lakin hər yeni texnologiyada olduğu kimi burada da mənfi tərəflər mövcuddur. Eyni imkanlardan kibercinayətçilər də istifadə etdiyinə görə bu artıq bir problemə çevrilib. Belə ki, artıq mürəkkəb zərərli proqram yazmaq üçün uzun illər proqramlaşdırma təcrübəsinə malik olmaq lazım deyil. Çünki süni intellektlər artıq düzgün sorğu yazmağa kifayət edir ki, müəyyən funksiyaları yerinə yetirən kod hissələri yaradılsın. Bu isə kiber təhlükəsizlik sahəsində tamamilə yeni problemlər yaradır. Çünki sistemlərin daha əvvəl rast gəldikləri nümunələrlə əsasən işləyirlər və AI isə hər dəfə yeni və fərqli kod yarada bildiyi üçün bu əsl təhlükələrdən birinə çevrilir. Yəni bugünkü təqdimatda izah edəcəyim odur ki, əvvəlcə problemin mahiyyətini izah edəcəm, sonra ənənəvi aşkarlanma üsullarından danışacağam. Əsasən AI-ın zərərli kod yaratma mexanizmini göstərəcəyəm, real nümunələri təqdim edib və sonda gələcəkdə istifadə olunacaq həmin yollardan bəhs edəcəyəm. Beləliklə, iş slaydımız zərərli kod yazmaq artıq ixtisas tələb etmir başlığındadır. Yəni, əsasən bu problem hissəsidir. Bu slaydda araşdırmanın əsas problemi göstərilir ki, əvvəllər zərərli proqram hazırlamaq kifayət qədər mürəkkəb proses olmuşdur. Həmçinin hücum edən tərəf çoxlu təcrübəyə malik olmalıydı, çoxlu kod bilgisinə malik olmalıydı. Lakin artıq bu süni intellektlər bu vacibliyi aradan qaldırıb. Məsələn, əvvəllər dediyim kimi zərərli kodları əl ilə yazmaq lazım isə artıq süni intellekt bu işi görür. Həmçinin burada soldakı göstəricimiz var ki, bir sorğu əsasında minlərlə fərqli kod variantı yaratmaq mümkündür AI vasitəsilə. Həmin kodların hamısı eyni funksiyonu yerinə yetirə bilərlər, amma görünüş baxımından tamamilə fərqlidirlər. Yəni əvvəllər yalnız peşəkar proqramların istifadə edə biləcəyi işi daha az təcrübəsi olan insanlar AI vasitəsilə həyata keçirə bilirlər. Aşağıdakı qrafik isə illər keçdikcə AI ilə yaradan zərərli proqramların sayının artdığını göstərir. Bu trend onu göstərir ki, yaxın gələcəkdə bu tip hücumçular və onların etdiyi hücumlar daha da artacaq. Digər slaydımızda isə ən geniş istifadə olunan metod signatura əsası aşkarlamadır, yəni imza tiplidir. Burada antivirus faylın xüsusi imzasını, yəni hashlərini və ya müəyyən ardıcıllığını öz bazasında saxlanılan viruslarla müqayisə edir. Əgər uyğunluq tapılırsa, həmin fayl zərərli hesab olunur. Bu üsul həmçinin çox sürətlidir və sistem resurslarının problemi odur ki, yalnız əvvəllər məlum olan virusları aşkar edə bilir. İkinci yanaşma isə davranış əsaslı analizdir. Burada proqramın koduna deyil, onun işləyərkən göstərdiyi davranışlara baxılır. Məsələn, proqramın sistem fayllarını dəyişirsə, qeydiyyat bazasında müdaxilə edirsə və ya şəbəkə üzərində şübhəli əlaqələr qurursa, təhlükəli hesab oluna bilər. Üçüncü və yekun yanaşma isə klassik maşın öyrənməsidir. Yəni, burada çoxlu sayda zərərli və normal proqram nümunələri üzərində modellər öyrədilir, sonra yeni gələn proqram həmin model vasitəsilə qiymətləndirilir. Yəni, ancaq bu üç metodun ortaq çatışmazlığı vardır ki, onlar əsasən keçmiş məlumatlara əsaslanır ki, AI hər dəfəsində yeni kod yaratdığı üçün həmin kod əvvəlki nümunələrlə rast gəlmir. Yəni, nəticədə də aşkarlanma səviyyəsi aşağı düşür. Belə bir problem var. Gəlsək 4-cü slaydımıza. 4-cü slaydda isə bu hissədə AI-ın zərərli proqram yaratmaq üsullarına baxırıq. Birinci üsul jailbreak və prompt engineering adlanır. Normal halda AI modelləri təhlükəli kod yazmaqdan imtina edir. Lakin istifadəçi sorğunu fərqli formada yazaraq, yəni manipulyasiya edərək modeli aldada bilir. Məsələn, bu kodu yalnız akademik məqsəd üçündür və ya özünüzü təhlükəsizlik eksperti kimi kimi ifadələrinə istifadə olunur. İkinci üsul isə morfik və metamorfik generasiyadır ki, burada AI eyni funksiyonu yerinə yetirir, amma sintaktik tərəfindən tamamilə fərqli kodlar yaradır. Yəni, kodun görünüşü əslində dəyişir, lakin funksiyası çox da dəyişmir. Üçüncü üsul isə mövcud zərərli proqramın AI vasitəsilə yenidən yazılmasıdır. Kodun dəyişilməsi nəticəsində hash dəyəri dəyişir, amma proqramın gördüyü iş eyni qalır. Sağ tərəfdəki diaqramdan da görünür ki, iş eyni qalır. Həmçinin AI tərəfindən yaradılan nümunələrdə ənənəvi aşkarlama metodlarının effektivliyi əhəmiyyətli dərəcədə azalır.
Gəlsək 5-ci slaydımıza. İndi isə burada nəzəriyyədən real nümunələr keçək. Belə ki, birinci nümunə mal terminal adlı zərərli proqramıdır. Bu nümunə 2025-ci ildə yaradılıb və araşdırılıb. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, proqram zərərli funksiyaları birbaşa özündə saxlamır. Həmçinin burada əksinə internet vasitəsilə uzaq LLM xidmətlərinə sorğu göndərir və lazım olan kodu həmin anda əldə edir. Bu yanaşma proqramın ölçüsünü kiçildir və onun analizini çətinləşdirir. Ancaq bu metodun da bir zəif tərəfi vardır ki, internet üzərindən göndərilən sorğular təhlükəsizlik sistemləri tərəfindən izlənə bilir. Yəni şəbəkə trafikə müəyyən iz buraxır. İkinci nümunəmiz isə prompt logdur. Prompt log ESET tərəfindən analiz olunub, həmçinin daha təhlükəli hesab olunur. Çünki burada LLM modeli internetdə deyil, birbaşa istifadə edən kompüterində yerləşir. Bu da o deməkdir ki, proqram heç bir xarici serverə müraciət etmir. Yəni hər dəfə işə düşəndə AI vasitəsilə Lua skriptlərini yenidən yaradır və nəticədə hər icrada fərqli kod yanaşır. Bu yanaşmanın yəni ən böyük, ən əsas təhlükəsi odur ki, təhlükəsizlik sistemləri internet trafikinə baxaraq hücum aşkar edə bilmirlər də. Yəni ona görə də endpoint təhlükəsizliyidir. Yəni birbaşa kompüterin davranışını izləyən sistemlər daha vacib rol oynamalıdır. Yəni belə. Digər slaydımızda artıq müxtəlif aşkarlama metodlarının effektivliyi müqayisə edilir. Yəni əvvəlcə məlum zərərli proqramlara nəzər yetirsək, burada əsas Clam AV sistemi təxminən 96%lik dəqiqlik göstərir və bu çox yüksək nəticədir ki, əvvəllər məlum olan virusları aşkarlamaqda ənənəvi antiviruslar hələ də effektivdir. Klassik maşın öyrənməsi modeli isə təxminən 91%, LLM dəstəkli hibrid modellər isə 93% göstərir. Burada isə belə də böyük fərq görsənmir. Lakin əsas fərq AI tərəfindən yaradılan yeni nümunələrdə ortaya düşür. Çünki signatur əsaslı metodun dəqiqliyi birdən-birə 31,8%-ə düşür. Yəni proqramların böyük hissəsi aşkarlanmır. Klassik maşın öyrənməsi müəyyən qədər yaxşı nəticə göstərərək 48,6% dəqiqliyi aşkar edir. Ən yüksək nəticəni isə LLM dəstəkli hibrid model göstərir ki, onun da dəqiqliyi 78,9%-dir. Yəni ümumilikdə bu nəticələr onu göstərir ki, AI ilə yaradılan zərərli proqramların aşkarlanması üçün yalnız signatur əsaslı modellərə güvənmək artıq kifayət etmir. Yəni müxtəlif texnologiyaların birlikdə istifadə olması daha yüksək nəticə verir. Yəni 78,9% də ideal nəticə deyil. Yəni belə. Digər slaydımızda artıq bu slayd bizə göstərir ki, yüksək dəqiqliyin müəyyən qiyməti var. Yəni birinci göstərici yanlış müsbət nəticələrdir. Yəni sistem normal proqramı səhvən virus kimi göstərə bilər. Signatur əsaslı sistemlərdə bu göstərici cəmi 1,2%-dir. Yəni çünki yalnız dəqiq tanıdığı nümunələr bloklayır. Klassik maşın öyrənməsində isə bu göstərici 6,5%, hibrid modelində isə 9,8%-ə qədər yüksəlir. Bu da o deməkdir ki, daha Allah sistemlər bəzən təhlükəsizlik proqramları riskli hesab edə bilər. İkinci göstərici analiz müddətidir. Analiz müddətində deməli signatur əsaslar 0,4 saniyə, klassik maşında isə təxminən 5 saniyə, hibrid modelində isə 11 saniyədən daha çox vaxt sərf edə bilər. Yəni bunlardan da belə bir nəticəyə gəlmək olar ki, kiber təhlükəsizlikdə həmişə balans lazımdır. Yəni həm yüksək dəqiqlik, həm də eyni sürətli analiz eyni anda əldə etmək mümkün deyil. Buna görə də müasir təhlükəsizlik sistemləri müxtəlif mərhələlərdən istifadə edir. Digər slaydımız, bu slaydda gələcək təhlükəsizlik sistemləri necə qurulmalı olduğu göstərilir. Yəni birinci mərhələdə sürətli signatur yoxlanışı aparılır. Əgər proqram şübhəli görünərsə, ikinci mərhələdə artıq LLM əsaslı semantik analiz tətbiq edilir. Burada isə proqramın sadəcə görünüşünə yox, davranışına və məntiqinə baxılır. Üçüncü mərhələdə isə müxtəlif modellərin nəticələri birlikdə qiymətləndirilir. Buna isə ensemble yanaşması deyilir. Bir neçə model eyni qərara verdikdə aşkarlanmanın dəqiqliyi artır və səhvlərin sayı azalır. Son mərhələdə isə SOC təhlükəsizliyi, yəni SOC mütəxəssisləri nəticələri qiymətləndirir. Süni intellekt qərar verməyə kömək edir, amma son qərar yenə də insan tərəfindən qəbul edilir. Son slaydımız isə nəticələrə gəlsək, nəticələrdə ümumiyyətlə təqdimatı ümumiləşdirməyi istəyirəm. Yəni araşdırmadan da görürük ki, süni intellekt proqramlaşdırmanı
asanlaşdırmaqla yanaşı kiber cinayətkarlar üçün də yeni imkanlar təmin edir. Həmçinin ənənəvi signature əsaslı antivirus sistemləri AI tərəfindən yaradılmış polimorfik zərərli proqramlara qarşı əvvəlki qədər effektiv deyil. Bunun da əsas səbəbi odur ki, AI hər dəfə fərqli kod yarada bilir və bu kodların əvvəlki nümunələrlə oxşarlığı az olur. Araşdırmanın nəticələri göstərir ki, davranış analizi, maşın öyrənilməsi və böyük dil modellərindən birlikdə istifadə olunduğu hibrid sistemlər daha yüksək nəticə verir. Yəni bütün bunlara baxmayaraq bunun müqabilində analiz müddəti artır və yanlış müsbət nəticələrin sayı bir qədər yüksəlir. Gələcəkdə xüsusilə lokal LLM modellərinin yayılması təhlükəsizlik mütəxəssisləri üçün yeni çağırışlar yaradacaq. Buna görə də tədqiqatçılar daha dayanıqlı süni intellekt modelləri, ensemble metodları və AI ilə yaradılmış kodların xüsusi rəqəmsal işarələnməsi, yəni watermarking texnologiyalar üzərində işləyirlər.